Uşaqlar, kürək hərəkətində həmən bu kürək hərəkətində bu left pull down hərəkətini işləyən zaman siz maksimum dərəcədə çalışmalısınız ki, kürək əzələmiz işləsin. Yəni yalandan dala qabağa getməyin heç bir mənası yoxdur. Bu nə deməkdir? Kürək hərəkəti işləsin nə deməkdir? Yəni kürəyi tam buraxırıq. Məsələn, o tutdum, hərəkətə girdim. Bıraxırıq kürəyi. Kürək buraxılmalıdır uşaqlar. Sıxdıq, kürəyi buraxdıq. Sıxdıq, kürəyi buraxdıq. Sıxdıq, kürəyi buraxdıq. Bunu bu qaydada işləyəndə sizin kürəyiniz yaxşı işləyəcək. Bax, onda sizin kürəyiniz və kütləli ola bilər. Matı.